bizə məxsus olan torpaq sahəsini çeviriblər alver mənbəyinə. Hakim istəsə, sizin də xeyrinizə verə bilər, qarşı tərəfində xeyrinə verə bilər, cavabdehin. Siz hakimlə məsələnizi həll edin. Bu nə deməkdir? Biz bu ailə ilə, Hacımazanla bacara bilmirik. Yer bizə məxsus ola digər şəxslər özbaşınalıq eləyirlər və bizim yeri yəni ki, zəbt eləyib məhkəmələrə təsir eləyirlər. Demək, o gəlib, qanunsuz olaraq gəlib bizim torpağı da və evi də zəbt eləyib. Bizə hədə qorxu gəlir. Adı bir çox qalmaqallarda hallanan Hacımazan kimi tanınan iş adamı Ramazan Zeynalov daha bir problemli məsələ ilə gündəmə gəlib. Bu dəfə Hacımazanın vətəndaşa məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyi iddia olunur. Bir xəbər mediaya müraciət edən Xıdırov Zeynal İlqaroğlu'nun nümayəndəsi Abbasova Aygün bildirir ki, onlara məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi qanunsuz olaraq zəbt edilib. 47-nin 22 olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reestri xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Xıdırov Zeynal İlqaroğlu'nun adınadır. İndi texniki pasportu, çıxarışı və bütün lazımi qurumlardan verilən rəsmi sənədlər ola-ola Hacımazanın sözü gedən əraziyə iddiası var deyən şikayətçi bildirir ki, hətta ekspertiza rəyinə əsasən torpaq sahəsi koordinatlar daxilindədir. Yəni Hacımazanın 92-nin 11-i olan ərazisinə heç bir aidiyyatı yoxdur. Amma nədənsə Hacımazan məhkəmələrə təzyiq göstərərək hətta bəzi dövlət qurumları ilə əlbir iş gördüyü iddia olunur. Məhkəməyə müraciət edən şikayətçi qeyd edir ki, Abşeron rayon məhkəməsinin hakimi Habil Əhmədovun verdiyi qərardan narazı qaldıqdan sonra onlar apellyasiya məhkəməsinə üst tutublar. Hazırda iş Fuad Məmmədovun icraatındadır. Gəlin mübahisəli torpaq sahəsinə görə əlində bütün sənədləri olan Aygün xanımın özünü dinləyək. Abbasova Aygün, Bayram qızı. Demək, Xıdırov Zeynal İlqaroğlu'nun nümayəndəsiyəm və anasıyam. Biz çox böyük problemlə üzləşmişik. Buyurun. Demək, iş adamı Hacımazan adlı şəxs, Allah şükür Paşazadənin yaxın qohumu, neçə illərdir bizim torpaq sahəmizi Novxanı kənd ərazisində qanunsuz olaraq zəbt eləyib. Demək, prezidentin fərmanı ilə 2016-cı il 7 mart fərmanı ilə orada müəyyən uyğunsuzluqlar var idi. Faktiki naturada hamının torpağı yerindədir. Müəyyən demək uyğunsuzluqlar var idi. Demək, elektron baza, katastr sistemi yaranmamışdı. İndi prezidentin fərmanı ilə bu elektron baza yaranıb və müəyyən orada uyğunsuzluqlar aradan qalxmışdı və bizim yer faktiki olaraq yerindədir, heç bir problem yoxdur. Sadəcə olaraq Hacımazan adlı şəxs özbaşınalıq eləyir və bizim evimizi və bizə məxsus olan, oğluma məxsus olan torpaq sahəsini gəlib qanunsuz olaraq zəbt eləyib. Artıq biz məhkəmə mübahisəsi qaldırmışıq və burada ekspertiza rəyi də var ki, bizim torpaq sahəmiz koordinatlar daxilindədir. Torpaq sahəmizi də demək 22 metrənin 47-yə bizə məxsus olan torpaq sahəmiz var. Texniki pasportla da, çıxarışla da o müəyyən olur ki, bizə məxsus olan torpaq sahəsi 22-nin 47-yədir. Bizim demək torpaq sahəmiz iki qonşu arasında bölgü aparılıb. Bu pay torpaqları olub. 99-cu ilin pay torpaqları 11-in 92-yi olub. Demək, iki qonşu arasında bu pay torpaqları bölünüb və 22-nin 46-ya, 46-47, ya belə ölçüdə pay torpağımız var. Hacımazana məxsus olan pay torpağı isə 11 metrənin 92-yədir. Bizimlə yanaşı torpaq sahəsidir. Demək, o gəlib, qanunsuz olaraq gəlib bizim torpağı da və evi də zəbt eləyib. Bizə hədə qorxu gəlir. Demək, deyir ki, bu torpaq sahəsi bizə məxsusdur. Biz artıq bezmişik, yorulmuşuq bu haqsız, ədalətsizlikdən, özbaşınalıqdan. Demək, məhkəməyə müraciət elədik, iddia qaldırdıq ki, onlar bizim torpaq sahəmizi qanunsuz olaraq zəbt eləyiblər. Demək, məhkəməyə daşınmaz, 4 saylı daşınmaz
əmlaki 4 saylı ərazi daşınmaz əmlakından yanlış məlumatlar ötürülür məhkəməyə. Onlar demək burada müştərək işbirliyi qurublar. Bizə məxsus olan torpaq sahəsini çeviriblər al-ver mənbəyinə. Demək, uçot bitib. Orada heç bir problem yoxdur. Daşınmaz əmlak məhkəməyə məktub göndərir ki, məhkəmə mübahisəsi olduğuna görə əvvəlki vəziyyətinə qayıdılıb. Halbuki orada heç bir şey əvvəlki vəziyyətinə qayıtmayıb. Uçot yekunlaşıb prezidentin fərmanı ilə. Bunlar demək onu əllərində bir silah kimi istifadə edirlər. Demək, bizim belə burada problem yaradırlar bizə. Özbaşınalıq eləyir Hacı Mazan adlı iş adamı. Halbuki onun bu sənədlərdə nə göstərə bilərsiniz? Burada heç bir onun torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Biz hətta müstəqil ekspertiza rəyi də aldıq. Burada aydındır, görünür ki, bizə məxsus olan torpaq sahəsi 22-nin 47 yarımadır. Hacı Mazan adlı iş adamına torpaq sahəsi 11 metrənin 92-yədir. Sadəcə olaraq dürüstləşmə işləri yekunlaşandan sonra hamıya texniki pasport yeni koordinatlarla verilib. Amma ki, bu insanlar marağında deyil ki, müraciət eləsinlər 4 saylı daşınmaz əmlaka ki, onlara yeni koordinatlar verilsin. Onlar bizim torpağa iddialıdırlar və burada məhkəməyə çox böyük təsir göstərirlər. Məhkəmə də qeyri-müəyyən qərar verir ki, bu torpaqlar üst-üstə düşür. Halbuki məhkəmə qərarında da, daşınmaz əmlakın da mütəxəssis rəyində də yazılır ki, bu torpaqlar yanaşı torpaqlardır. Bizim də torpaq koordinatlar daxilindədir. 22-nin 47-yə olan torpaq sahəsi bizə məxsusdur. Hacı Mazanın torpaq sahəsi isə 11-in 92-yədir. Gəlib sırf bizim torpağı zəbt eləyib. Abşeronun Habil Əhmədovun icraatında olan Abşeron rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişəm. Çünki qeyri-müəyyən bir qərar, qətnamə çıxardıb Habil Əhmədov. Qərardan şikayət edirəm ki, çünki burada qərarda da yazılır ki, bizim torpaqlar koordinatlar daxilindədir. Amma ki, cavabdehin torpaq sahəsi bizim torpağın üstündədir. Halbuki bizim torpaq sahəmiz hasarın içindədir. Heç bir orada artıq bir sahə yoxdur. Ona aid olan, onun torpağı yanaşı bir torpaqdır. Yəni ki, indi biz apellyasiya şikayəti vermişik. Hal-hazırda Fuad Məmmədovun icraatındadır. Mən yəni ki, bu özbaşınalığın qabağını almaq üçün müraciət edirəm prezidentimizə, birinci xanıma Mehriban xanım Əliyevaya, İqtisadiyyat naziri Mikayıl Cabbarova. Onu çatdırmaq istəyirəm ki, 4 saylı daşınmaz əmlak tərəfindən çox özbaşınalıqlar başa alıb gedir. Bizim mülkiyyət hüquqlarımız tapdalanır. Bizə dövlət tərəfindən texniki pasport verilir. Yerimiz müəyyəndir. Məhkəmə mübahisəsi predmeti olduğuna görə bunu qəsdən, heç bir əsas olmadan, qanunsuz olaraq qaytarırlar əvvəlki vəziyyətinə ki, məhkəmədə mübahisə yaratsınlar. Hətta daşınmaz əmlakda mütəxəssislərin şöbə müdürü Kənan müəllim mənə deyir ki, hakim istəsə sizin də xeyrinizə verə bilər, qarşı tərəfin də xeyrinə verə bilər, cavabdehin. Siz hakimlə məsələnizi həll edin. Bu nə deməkdir? Mən buradan çox belə olduqca bu haqsızlıqlarla üzləşmişik bizim ailəmiz. Biz bu ailə ilə, Hacı Mazanla bacara bilmirik. Buradan müəyyən qurumlardan kömək istəyirik ki, haqq ədalət bərpa olunsun, öz yerini tutsun. Bu dövlətin qanunları var, dövlət tərəfindən verilən sənədlər var, çıxarışımız var, texniki pasportumuz var. Yəni ki, bu yer bizə məxsus ola-ola digər şəxslər özbaşınalıq eləyirlər və bizim yeri yəni ki, zəbt eləyib məhkəmələrə təsir eləyirlər. Təsir eləyirlər, istədiyi qərarları sifarişli olaraq, istədiyi qərarlara nail olurlar. Bu, özbaşınalığın, xahiş eləyirəm, qarşısı alınmalıdır. Hal-hazırda iş apellyasiya məhkəməsi Fuad Məmmədovun icraatındadır. Mən xahiş eləyirəm ki, bu iş olduqca nəzarətə götürülsün, bu özbaşınalığa son qoyulsun. Hörmətli məhkəmə kollegiyası, baxın, bu bizə məxsus olan torpaq sahəsidir. Bunun uzunluğu 46 metrdir, eni isə 22 metrdir. Onun içində mövcud olan 16 metr yarım
enində fərdi yaşayış evi var, yarı tikili. Cavabdehin isə torpaq sahəsi 92 metrənin 11-ədir. Bu 16 metrə yarımlıq ev necə yerləşə bilər 11 metr enində torpağa sahəsinə. Burada da diqqət yetirsəz, mən sizə çəkim göstərim. Baxın, burada 92 metr torpaq var ki, baxın, düz hasarın içində 46 metr uzunluğunda torpaq sahəsi var. 22-nin 46 yarıma 47-yə. 3 metrdə yola çıxmışıq. Burada qonşular hamısı yola çıxardıb. 3 metrə zəbt olunub yola. Amma ki, bu tikilidə bu torpaq sahəsinin koordinatları hüdudundadır. Yəni ki, burada bir qarış da torpaq cavabdehə aidiyyatı yoxdur. Cavabdehin öz sənədi var. Cavabdehin torpaq sahəsi 11 metrənin 92-yədir. Mən indi sizə onu da göstərəcəm. Yanaşı torpaqlardır. Bir dəfə də belə geri dönüş eləyim. Baxın, burada 92 metr torpaq varmı? Bu isə cavabdehə, bizim yanımızdakı cavabdehin Həsənli İlqarın mülkiyyətində olan torpaq sahəsidir. Demək, 5 sot yarım yerləşir bizim sağımızda, 5 sot yarım isə arxa tərəfdə. Bunların demək, ərizəsinə əsasən mütəxəssis gəldi. Bunların bu 5 sot yarımı səhvən tikilib qonşu tərəfindən, Pərviz müəllim tərəfdən səhvən tikilib. O demək, bunlara 5 sot yarım öz torpağını sol tərəfində onlara verib Həsənli İlqara. Bunların demək 5 sot yarım torpağı buradadır. 5 sot yarım da arxada. Onu da çəkib sizə göstərəcəm. Bunların demək ərizəsinə əsasən daşınmaz əmlak bunlara cavab verib ki, sizin torpaq sahəniz sizə tanıdırılıb 11 metrənin 92-yə. Məhkəmə işinin sənədlərin içində var. Sizin nəzərinizə çatdırım. Bu qonşu torpağın sahəsidir, Süleyman müəllimin. Onun da torpaq sahəsi eyni bizimki kimi bölünüb 22 metrənin 46-yadır. Onun dövlət aktarı 881, 882-dir. Bir də bizimki isə dövlət aktarımız 883, 884-dür. Sıralanma ilə gedir. Çünki iki qonşu tərəfindən bölünüb torpaqlar. Demək, biz bu tərəfdən çıxış açmışıq. Arxadakı qonşu isə arxa tərəfdən. Onu da sizə orada video görüntüsünü sizə çəkdim, göndərdim. Vaxtı ilə burada koordinatlar düzgün olmuyor. Yəni ki, sürüşmələr mövcud olub. İndi uçot artıq aparılıb. Bütün torpaq sahələri hamısı yerində oturulub. Bu cavabdehin isə torpaq hissəsi. Bir dövlət aktı var. 11 metrənin 92-yə 885 nömrəli dövlət aktı əlindədir, mövcuddur. Öz sənədi var. Çünki torpaqlar hamısı sıralanma ilə gedir. Yenə də təkrar eləyirəm. 881 o bağ sahəsidir. 882, 2-dən dövlət aktı. Bizdə 883, 884-dür. Cavabdeh isə gəlib bizim torpağı zəbt eləyib, öz əlində öz sənədləri ola. Onun da bir dənə əlində dövlət aktı var. Çünki o heç bir qonşu ilə vaxtında bölgü eləməyib. 92 metr torpaq sahəsi var. 885 nömrəli də aktı var əlində. Belə. Baxın bu əraziyə. Bu da bizim çöldən çəkiliş eləyirəm. 22 metr enində olan torpaq sahəmizdir. Bir də ki, onu qeyd edeyim, hörmətli məhkəmə kollegiyası. Bu
ərazi isə bizim evin arxasına düşən hissədir. Baxın, burada qonşu sahənin darvazası yoxdur. Mən buradan çəkiliş edirəm. Baxın, bu bizim evdir. Bu da onun arxa hissəsidir. Bunlar demək pay torpaqları olub 11 metrənin 92-yə. İki qonşu arasında bu torpaq bölünüb. Bölünüb 46 metrənin 22-yə. Cavabdehi isə torpağı, baxın, burada yerləşir. Onu da çəkim sizə göstərim. Demək 5 sot yarımı bizim sağ tərəfimizdədir. Arxa tərəfdə isə 5 sot yarım torpağını burada nömrədə qeyd olunub, qoyub satışa. Həsənli İlqar. Demək, mənim torpağımı zəbt ediblər. Özlərinin də 2 hissədən ibarət torpaq sahəsi var. 5 sot yarımda, baxın, bu hissədədir. 5 sot yarımı. Bu hissəni də qoyublar satışa. Və belə. 11.92 metriyə onların torpaq sahələri var. Ümumilikdə texniki pasportda da qeyd olunub. Bu isə bizim qonşu ilə böldüyümüz torpaq sahəsidir. 2 yerə bölünüb, 11 metrənin 92-yə 2 torpaq yarbayarı bölünüb, olub 22-nin 46-ya. Bu da sizə bütün subutlar. Azərbaycan hüquqi dövlətdir və ölkə qanunla idarə olunur. Kimliyindən asılı olmayaraq qanun hər kəs üçün eynidir. Ümid edirik ki, lazımi qurumlar məsələni nəzarətə götürüb problemin həllinə çalışacaqlar. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Mövzu diqqətimizdədir.